Maraqlı da o nə hisslər keçirdir indi orada. Yəqin drive-indi maksimaldadır. O sürətinə bax. Mən də çoxdandır şah dilinə gəlmək istəyirdim. Qismət bugün neymiş? Bugün də bizdən asılı olmayan səbəbdən küləkdir gördüyünüz kimi. Belə də ki, Abşeron yarımadası necə olmalıdır ondakı şah dili. Keçən əsrin əvvəllərində Yaponiyada bir iş adamı Sakiti Toyoda paltar tikən maşınlar istehsal edən zavodu olur. İşlər də əla gedir, necə lazımdır. Bu oğlum böyüyəndən sonra göndərir təhsil almaq üçün Avropaya, Amerikaya. Oğlu gedir Amerikanı, Avropanı gəzir, qayıdır Yaponiyaya. Yapışır atasından ki, ata gəl bu paltar tikən maşının başını bıraq. Dünya avtomobilləşməyə doğru gedir. Gəl zavodun ağzını çörək avtomobil istehsal eləyək. Deyirəm, bizdə olsa ata deyər ki, bala get quşu uçur, sən girən kolda gül kimi işləyən fabrikdir, zavoddur, pul gətirir. Yapon təfəkkürü deyir oğluna ki, sən gəncsən, məndən daha aydın görürsən gələcəyi. Necə deyirsən elə eləyək. Və beləliklə də 1936-cı ildə bugün dünyada ən çox avtomobil satan şirkət kimi tanıdığımız Toyota yaranıb. Konkret bu maşın 2.0-dır həcmi. Əgər düşsə 2.5 daha məsləhətdir, 2.5 alın, amma 2 mühərrikdə hər şey qaydasındadır. 2013-cü ildə istehsal olunun maşın. Bugünə yürüyüşü 213 mindir. 150 min kilometrə qədər qətiyyən yağ azaltmırdı mühərrik. Nə tökürdünsə o təbii 200-300 qram azalma var, o təbiidir. 150 mindən sonra 10 min kilometrə 4 litr yağ tökülür mühərrikə. 7000-7500 kilometr aralığında 1 litr azalır. Ona görə də alıram 5 litrlik kanister, 4 litr tökürəm motora, 1 litr qalır artıq. Onda 7-8 min sürəndən sonra əlavə eləyirəm mühərrikə. Mənə elə gəlir ki, 200 mindən artıq getmiş mühərrik üçün əla göstəricidir 7-8 minə 1 litr yağ azaltmaq. O da ki, əfsanəvi Toyota mühərrikləri. Bunda deməli, yoldaşlar, maraqlı bir funksiya var, idman rejimi. Bu iki motordur, 150 atdır. Həmişə fikirləşirdim, bu düyməni basanda nə baş verir? 20 dənə, 30 dənə ardan saat peyda olur. Deməli, nə ediblər? Maşının ayarlarını dəyişiblər. Siz o düyməyə basanda maşın birincisi olur, arxa çəkir. Arxa çəkərdə idman maşınlarında bilirsiniz, dinamika daha yaxşı olur. Bir də sürətlər qutusu gec-gec ötürür. Yəni, keçmişdə necə eləyirdik? 2 ilə axıra kimi sıxırdıq, sonra 3. Onu indi burada kompüter özü nizamlayır. Xeylən fərq eləyir. Həqiqətən hiss eləyirsən ki, elə mühərrik birdən-birə 2-5 gücündə oldu. 7 il əvvəl işimlə əlaqədar Rusiyanın şimalına getmişdim, Krasnoyarsk vilayətinə. Yəqin eşitmişsiniz, tayqa meşəsi var. Dünyada ən soyuq yaşayış yerlərindən biridir. Qışda 50-55 dərəcə enir temperatur. Mən orada 6 ay qaldım bütün qışı. Yerli əhali 99% Toyota'dan istifadə eləyirdi. Yəni, məsəl üçün, tayqada qışda heç bir səhv eləmək ixtiyarın yoxdur. İstənilən xırda bir səhv ölümdür. Yəni, maşın istənilən səbəbdən söndü, xarab oldu. Donub ölməməkdən əvvəl 15 dəqiqə vaxtı var. Ona görə ən dözümlü, ən yoxlanmış maşınlardan istifadə edirdilər və mən orada çox nadir hallarda Nissan Patrol görmüşəm. Ondan başqa Toyota olmayan maşın girmirdi ümumiyyətlə tayqaya. Sonra oradan gəlirsən, keçirsən bu isti ölkələrə, ərəblərə, Afrikaya, baxırsan ki, 50 dərəcə istidə, 55 dərəcə istidə, ən dəhşətli şəraitlərdə belə o mühərriklər problemsiz işləyir. Bu da o deməkdir ki, mühərrikin işləmə amplitudu az qala 100 dərəcədir. Yəni, müsbət 50-dən mənfi 50-yə qədər maşının ümumiyyətlə ruhu incimir. Necə eləyiblər bunu sirdir də, başqaları bunu bilmir sirrin. İstənilən maşını alan kimi mən yüngülvari tuningə məruz qoyuram. Ələlxüsusda bu maşın bazadan elə çıxıb, elə bil konkret pensioner maşında. Rəngsiz elementlər var idi, diskləri 17 idi. Xırda bir neçə nüans var idi, onları əl gəzdirdim. Təkərlər LX Lexusa məxsusdur, 18-dir diametri. Arxa bamper, qabaq bamper, bu rəngsiz detallar Black Piano'ya rənglənib. Bir balaca maraqlı görünmək üçün.
Clearance'i bəs qədərdir. Aktiv turizm üçün yetər. Yəni bu təbii ki, yolsuzluq maşını deyil, aydın məsələdir. Amma aktiv turizm üçün, yüngül yolsuzluq üçün əladır. Clearance'i də böyük təkərlər vurandan sonra xüsusilə. Özdə sizə bir şey deyim, bu ramalı ciplər kimi, Prado kimi məsələ döngələrdə ləngər vurmur. Daha belə yolu stabil tutur. Uzaq yollar üçün əladır. İnteryerdən bir kəlmə danışmaq istəyirəm dostlar. Bu indiki maşınların hamısında plastik bilirsiniz ki, daş kimidir. Bu da onlar kimi. Yəni yumşaq plastik ikinci dəfə istifadə olunmadığına görə ekoloji düzgün sayılmır. Həm də Toyota deyir ki, yolu keçirsən, orada yuxarıda yazılıb Lexus. Orada maşınların plastiki də yumşaqdır, mühərrikləri də daha möhkəmdir. Nəzərə almaq lazımdır ki, RAV4 bizdə belə orta sinif olub. Bütün dünyada bu, elə deyək də, orta məktəb müəlliminin alıb sürəcəyi maşındır. Yəni bu, xaric üçün belə prestijli maşın deyil, ona görə bəli. Amma keyfiyyəti əladır. Çöldə bu saat küləkdir, amma səs izolyasiyası normaldır, içəridə səssizlikdir. Materiallar keyfiyyətini itirmir vaxt keçdikcə. Yeganə bir dənə monitor dəyişib Android, müasir monitor qoyulub. Qalan amma hər şey işlək vəziyyətdədir, zavoddan necə çıxıb o formatda. Bir də bu dirsəyə qoyulan mənə çox xoşuma gəlir. Ala-qabağa gedib gəldiyinə görə rahatdır. Bunun qapılarının bir zəif yeri var. Bunun saxlayanı çox zəifdir. Держатель. Bu arada dayanmalıdır bir neçə yerdə. Məhz bu modellərdə niyəsə o zəifdir. Mən bir dəfə dəyişmişəm, yenə sıradan çıxıb. Özdə arxa qapıdan istifadə çox nadir olsa da fərqi yoxdur. Bütün qapılarda o problem var. Ona görə xüsusən belə küləkli havada əsil centilmen kimi düşüb hər kəs üçün qapı açacaqsınız ki, qapının külək əlindən almasın. Amma yaxşı bir tərəfi, üstün bir tərəfi nədir? Bir çox SUV maşınlara bilirsiniz, minəndə şalvarın ətəyi buralara sürtülür, çiklənir. Bunun Toyota necə həll eləyib? Deməli, qapı sona kimi gəlir. Maşın nə qədər çikli olsa da qapı açılanda bura təmiz qalır. İnsanı üst başdan çıxarmır. Bagaj elektron şəkildə açılır. Bilmirəm, mən tərcih eləyərdim əllə açım bağlayayım. Nəzərə alsaq ki, bu xarab olanda yumşaq desək, ucuz başa gəlməyəcək. Amma məsələn, mənim həyat yoldaşım sürür, onun xoşuna gəlir, onu sərf edir. Bagajın həcmi yetərincə kiçildiblər təəssüf ki. Bura tam razmer təkər qoymaqdan ötürü yeri qaldırıblar, bu qədər yer itkisi var. Məsələn, Amerikankalarda tam təkərin əvəzinə nazik takatka qoyublar, onun sayəsində yer düzdür. Burada bir balaca, amma belə yetərincədir, bəs qədərdir. Bir ailənin yükünü götürə bilər. Xırda yüklər üçün əlavə göz də var, rahatdır. Deməli, beləliklə yoldaşlar, yekunlaşdırsaq, geriyə dönə bilsəydim bu maşını bir də alardım, bəli alardım. Həqiqətən peşman deyiləm. Yetərincə dözümlü, rahat maşındır. Siz də bizim kanala abunə olmağı unutmayın, like qoymağı və rəy yazmağı da unutmayın. Rəyləri oxuyuruq və nəzərə alırıq. Çox sağ olun.